Salam, hörmətli izləyicilər. Videoya xoş gəldiniz. Bu videoda güvənin 7 dekabr keçirdiyi blok sınaq imtahanının suallarının izahına baxacağıq. Başlayaq birinci sualdan. Düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilir. Koordinat başlanğıcından keçən anda bu cismin sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Koordinat başlanğıcından keçən an hansı andır? Koordinat başlanğıcı buradır. Bax, koordinat başlanğıcından keçdiyi an 5 saniyədir. 5-ci saniyənin sonunda cisim koordinat başlanğıcında olur. Deməli, bizə deyir ki, 5-ci saniyənin sonunda bu cismin sürətini tapın. Gəlin yer dəyişməsini tapaq. Yer dəyişmə cismin son koordinatından başlanğıc koordinatının çıxmaqla tapılır. Son koordinatı 0, başlanğıc koordinatı -80. 0 minus -80. Bu elədir 80. Yer dəyişməsini tapdıq. İndi isə mən qrafik qurmaq istəyirəm. Qrafiklə mən sürəti tapa bilərəm. Sürətin zamandan asılılıq qrafiki. Gördüyünüz kimi, x oxunun istiqamətində yeyinləşən hərəkəti sıfıra sürüşdürərək əmin ola bilərsiniz. Belə bir yeyinləşən hərəkət qrafiki çəkirəm. Başlanğıc sürəti 6 veriblər və 5 saniyə sonra sürəti soruşurlar. Biz buradakı sürəti axtarırıq. Fiqurun sahəsi də bizə 80 verməlidir. Bilirsiniz ki, VT qrafikində fiqurun sahəsindən yolu və yer dəyişməni tapmaq olar. Əgər proyeksiyası verilibsə, yer dəyişməni istəyirsə mənfini nəzərə alacaqsınız, yol istəsə mənfini nəzərə almayacaqsınız. Aha. Burada trapesiya əmələ gəlib. Trapesiyanın sahə düsturu V üstə gəl V0 bölü 2 vur T ilə yaza bilərik. Deməli, başlanğıc sürət 6, zaman 5 bərabər 80. Aha. Bunu da hesablasaz, alarsınız, deməli, V üstə gəl 6 böl 2 bərabər 16. V üstə gəl 6 bərabər olacaq 32-yə, V də bərabər olacaq 26-ya. Yəni 26 metr bölünsün saniyə. B variantı. Eskalator 0.3 metr böl saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Bu eskalator üzərindəki sərnişin onun hərəkəti istiqamətində eskalatora nəzərən 0.5 metr böl saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Sərnişinin yerlə bağlı hesablama sistemində sürətinin modulunu hesablayın. Bax, sərnişinin yerə nəzərən sürəti bərabərdir. Sərnişinin eskalatora nəzərən sürəti plus eskalatorun yerə nəzərən sürəti. İndi biz sərnişinin yerə nəzərən sürətini axtarırıq. Deməli, sərnişinin eskalatora nəzərən sürətini neçə veriblər? 0.5. Və onun hərəkət istiqaməti dediyi üçün mənfi 0.5 yazmadım, elə müsbət yazdım. Plus eskalatorunda yerə nəzərən sürəti 0.3-dür. Bunları toplayıram, eləyir 0.8. Cavab Y variantı. Yerin öz ox ətrafında fırlanma periodu 24 saatdır. Yəni, sabit qiyməti var. Zamandan asılı deyil. Aha, xətti sürəti veriblər. Mərkəzi qaçma tərcihində veriblər. Bucaq sürətini istəyirlər. A bərabərdir. Xətti sürəti bucaq sürətinə vuranda mərkəzi qaçma tərcihini alırıq. Omeqanı buradan tapmaq üçün A-nı V-yə bölməliyik. 8-i bölək 2. Bu da eləsin 4. Növbəti. Aha, rho bərabərdir M böl V. 4 bölünsün 5. Burada litrlə veriblər. Litr 10 üstü mənfi 3 metrin kubudur. 10 üstü mənfi 3-ə vururam. Bu da eləyəcək 4000 böl 5. 800 kilogram bölünsün metrin kubu. Yəni 0.8 qram bölünsün santimetrin kubu. Aha, hər ehtimal mən sizə çevirməni də göstərim, bilməyənlər ola bilər. Kilogramdan qrama keçəndə minə vurursan, metrin kubundan da santimetrin kubuna keçəndə 1 metr 100 santimetrdir. Onda 1 metrin kubu olacaq 100, vur 100, vur 100. 3 dəfə 100-ü bir-birinə vurursan, yəni 10 üstü 6 metrin kubu olacaq. Gətir bura yaz, 10 üstündə 6. Aha, indi hesabla. Bax, 2 0 buradadır, 3 dənə də burada. Elədir, 8 vur 10 üstü 5. Aşağıda da 10 üstündə 6. Bu da nə eləyəcək? 0.8. Qram bölünsün santimetrin kubu. Belə. Variantlarda 8 ilə əlaqəli bir dənə onsuz da A variantıdır. Lakin digər variantlarda da 0.8, 0.8 versə artıq çevirmədə diqqətli olmalısınız. F3 qüvvəsinin hansı qiymətində 5 kiloqram kütləli cisim bu qədər təcillə
Düz xətli bərabər yavaşlayan hərəkət edir. Deməli, sürətə bax, bu tərəfə yönəlib. Bərabər yavaşlayan dediyinə görə deməli, əvəzləyici qüvvə bu tərəfə yönəlməlidir. Təcili də verib 1. Əvəzləyici qüvvənin qiymətini tapa bilərik. F əvəzləyici bərabər MA. 5 vur 1, o da eləyəcək 5. Əvəzləyici qüvvə 5 eləməlidir. Nə görürəm burada? 50. Burada da 2 dənə qüvvə görürəm. 50-dən çıxmalıyam. F3 ilə 30-un cəmini. Və 5 almalıyam. Niyə 50-dən çıxdım? Çünki yavaşlayan hərəkətdə axı sürət sağadırsa əvəzləyici qüvvə solu olmalıdır. Deməli, bu qüvvənin sözü keçir. Yəni, bu qüvvə çoxdur. 50 minus F3 minus 30 bərabərdir 5. Nə alacağıq? 20 minus F3 bərabərdir 5. F3 də bərabər olar 15. Yer səthindən şaquli yuxarı atılmış cismin ilk 2 saniyə ərzində yer dəyişməsi 80 metr olmuşdur. Bu cismin maksimal qalxma hündürlüyünü hesablayın. Deməli, əgər biz şaquli yuxarı cisim atmışıqsa, müəyyən bir sürətlə, havanın da müqaviməti nəzərə alınmırsa, o A bərabər J təcili ilə hərəkət eləyəcək. MC ağırlıq qüvvəsi aşağı yönəlir deyə, sürət də yuxarıdır deyə bu yavaşlayan hərəkət eləyəcək. Ona görə yazacağıq. Biz onun başlanğıc sürətini bilmirik. V0 vurulsun T minus JT kvadratı bölü 2 bərabərdir H. Yer dəyişməsin. Aha, deməli, V0-ı axtarıram. T2-dir. 10 vur 2-nin kvadratı bölü 2 bərabər 80. Özü deyir ki, 2 saniyə sonra 80 metr yer dəyişməsi olmuşdur. Buradan tapıram ki, V0 bərabər olacaq 50-yə. Deməli, bu cismi 50 metr bölü saniyə sürətlə atıblar. İndi H maksimalı tapa bilərəm. V0-ın kvadratı bölünsün 2J ilə. 50 bölünsün 2 vurulsun J'də 10-da ixtisarımızı eləyək. 25-i də 5-ə vuranda olacaq 125. D variantı. Əvvəlcə başlanğıc sürəti tapıb, sonra H maksimalı tapdım. Belə. Yer səthində cismə təsir edən ağırlıq qüvvəsi 180-dir. Yer səthindən H bərabər 2R yer hündürlükdə ağırlıq qüvvəsinin qiyməti neçə olar? Təbii ki, F bərabər J bölü M balaca M böl R plus H-ın kvadratıdır. J bölü M balaca M R üstə gəl 2R'in kvadratı özü deyir ki H 2R'dir. Dolacaq. Belə. 2R'in üstünə bir dənə yer gəlir. 3 kvadratı yüksəlt 9R kvadratı. Bax, ona görə də 9 dəfə azalacaq. 189 dəfə azalıb olacaq 20. A variantı. Cisimlər arasındakı və cisimlərin üfüqi səth arasındakı sürtünmə əmsalı mü olarsa, aşağıdakı cismi dartıb çıxarmaq üçün tətbiq olunan minimum qüvvə nəyə bərabər olar? Deməli, bir burada sürtünmə var. Mü vurulsun. Bax, bu səthin üzərində neçə M kütləli cisim var? 5M. Ona görə yazarsam 5MC. Bir də buradakı sürtünmə var. Bəs bu səthin üzərində neçə cisim var? Bir dənə bu da 2M kütləli cisimdir. Yəni mü vurulsun 2MC. Bəs bunların cəmi nə qədər olacaq? 7 MC. Minimum 7 MC olmalıdır. Sərtliyi bu qədər olan çəkisiz yaydan asılmış 2 kiloqram kütləli cisim bu qədər təcillə yuxarı istiqamətdə qaldırılır, yayın uzanmasını hesablayın. Aşağı doğru MC ağırlıq qüvvəmiz var. Yuxarı doğru da elastiklik qüvvəsi deformasiyanın əksinə yaranacaq. Elastiklik qüvvəsindən MC-ni çıxıb Newton ikinci qanuna görə MA-ya bərabər eləyəcəm, çünki təcil yuxarı yönəlmişdir. Onda elastiklik qüvvəsini tapacağım. M, J üstə gəl A ilə. M 2-dir, J 10, A da 2-dir. Eləyəcək 24. Və sərtliyi veribsə, X-i də taparam. F elastiklik bölünsün K-dan. 24-ü bölərəm 400-ə. Bu da olacaq 4-ə ixtisar edirəm. %6 metr, yəni 6 santimetr. Sürüşmə sürtünmə qüvvəsinin modulu cismin səthə göstərdiyi təzyiq qüvvəsinin modulundan 5 dəfə azalarsa, sürtünmə əmsalını tapın. Sürtünmə əmsalının düsturu necədir? F sürtünmə bölünsün FT. İndi bu mənə deyir ki, sürtünmə qüvvəsinin modulu təzyiq qüvvəsinin modulundan 5 dəfə azdır. Yəni ki, təzyiq qüvvəsinin modulu sürtünmə qüvvəsinin modulundan 5 dəfə çoxdur. Olur 5-də 1. 0,2 münün qiyməti olacaq. Bu
liftdəki sərnişinin çəkisinin zamandan asılı qrafiki hansıdır? Lift hara hərəkət eləyir? Önəmli olan budur. Şaquli istiqamətdə aşağı hərəkət edən. Deməli, sürəti aşağıdır. Və bura görürsünüz ki, bax, burada yeyinləşən hərəkətdir də. Sürət aşağıdırsa, hərəkət yeyinləşəndirsə, təcil də aşağı olmalıdır. Və bu halda çəki m, j minus a ilə təyin olunur. Sonrası isə bərabər sürətli hərəkətdir. Yəni, burada təcil yoxdur. Ona görə də çəki elə mj-yə bərabər olacaq. Əvvəl mj minus a, sonra mj. Belə bir cavab axtarıram. Əvvəl az olsun, sonra biraz ondan çox olsun. Bax, Y variantıdır. Əvvəl M, J minus A, sonra isə MJ. Əgər təcil aşağı yönəlirsə, çəkini tapırıq, M vurulsun J minus A. Təcil yuxarı yönəlsə, MJ plus A olacaqdır. Deməli, cismin kütləsini verib 10 kiloqram. Təcilin qüvvədən asılılıq qrafikində verib. Grafikdə K nöqtəsinə uyğun dartı qüvvəsinin qiymətini bizdən soruşur. Fikir versəniz, bax bu müddət ərzində qüvvə var 30 newtona qədər gəlib çatıb sıfırdan. Amma təcil sıfırdan. Təcil yoxdur. Həmin hissədə təcil yoxdur. Niyə yoxdur? Ona görə ki, orada cisim hələ sükunətdəymiş, sükunət sürtünmə qüvvəsi də dartı qüvvəsinə bərabər imiş. Artıq 30 newtondan sonra başlayır, qüvvə artdıqca təcil yaranır. Gördüyünüz üzrə artıq qüvvə artdıqca təcil yaranır. Onda belə çıxır ki, bax elə F sürtünmə 30 newtona bərabərdir. Çünki sükunət sürtünmə qüvvəsinin maksimum qiyməti sürüşmə sürtünmə qüvvəsinə bərabər olur. Artır, artır, artır ta ki cisim hərəkətə gəlinə qədər. Və onda biz yazacağıq F dartı minus F sürtünmə Newton ikinci qanuna görə MA-ya bərabərdir. F dartı minus F sürtünmə 30. Kütlə 10, təcilin də K nöqtəsinə uyğun təcil 5-dir. 5 olmağını istəyir. Onda dartı qüvvəsi bərabər olacaq. 50 üstəgəl 30, 80 newton. D variantı. Növbəti. T60-dırsa, biz bilməliyik ki, bax, tarazlıqdadır da. Yuxarı doğru yönəlmiş qüvvə aşağı doğru yönəlmiş qüvvələrin cəminə bərabər olmalıdır. Onsuz da bu çəkisiz linkdir, ağırlığını da götürməyəcəm. Yəni ki, 60 bərabərdir F1 üstəgəl F2. Bu məlumatı biz bilirik. Sonra bir dənə də burada dayağı yerləşdir, momentlər qaydasını tətbiq elə. Onsuz da link tarazlıqdadır. F1 vurulsun, F1-in qolu 2 damadır. F2 vurulsun, F2-nin də qolu 4 damadır. T-ni də nəzərə almırsan, çünki dayağı düz onun altına qoymuşam. Onun momenti yoxdur, çünki qolu yoxdur. Burada F1 bərabər olacaq 2 F2-yə. Bu məlumatı götür, burada istifadə elə. 60 bərabərdir. F1-in yerinə 2 F2 yazaq. Üstə gəl F2. 3 F2 bərabər olacaq 60-a. F2 də bərabər olacaq 20-yə. Vəssalam. Hansı kürəcik dayanıqlı tarazlıq halındadır? Dayanıqlı tarazlıq bizə nə deyir? Deyir ki, cismi tarazlıq vəziyyətindən çıxartdıqdan sonra dayağın reaksiya qüvvəsi, bir də MJ-nin əvəzləyicisi olan bax bu qüvvə onu tarazlıq vəziyyətinə qaytarsın. 2. 3 fərqsiz tarazlıq halındadır. Yəni onu burada gətirsən, bir fərq olmayacaq. 1-ə baxaq. 1-i gətir bura. Aha. İpin gərilmə qüvvəsi var. Bir də MJ ağırlıq qüvvəsi var. Bax, bu ikisinin əvəzləyicisi yenə bunu əvvəlki vəziyyətinə qaytaracaq. 1, 2 doğru cavab olar. Qüvvə impulsunun vahidi nədir? Qüvvə impulsu FT-dir. FT. Impulsun dəyişməsi. Daha dəqiq yazsaq, F bərabərdir delta P bölünsün delta T. Qüvvə impulsu impulsun dəyişməsidir. Ona görə F delta T olacaqdır. Yəni, Newton vur saniyə. İndi Newtonda açırıq kiloqram. Vurulsun metr böl saniyənin kvadratını bir dənə saniyəyə vurursan, bunlar gedir. Qalır kiloqram vur metr böl saniyə. Y variantı. Bu cismin impulsu və cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlir? Bax, F bərabər MA-dır. F A-ya baxır. P də bərabər MV-dir. P də V-yə baxır istiqamətcə. Yəni, bu aşağı olacaq, o birisi də sağa. Cismin impulsunun modulunun zamandan asılığı verilir. Aha, F bərabərdir delta P bölünsün delta T-dir. Yəni, müəyyən zaman müddətində impulsun dəyişməsi qüvvədir. Onda biz baxırıq. Deməli, bax, birincidə buradan gəlir bura.
dəyişməsinə baxın. Bax, buradan başlayıb, gəlib bura. Bu qədər dəyişmə eləyib. Nə qədər zaman müddətində? Bu qədər zaman müddətində. İndi 2 ilə 3-ə baxırıq. 2 ilə 3-də isə buradan başlayıb və ən sonda bura gəlib. Nə qədər zaman müddətində? Bax, bu qədər zaman müddətində. Gördün, çox zaman keçdi. Dəyişmə də o qədər də çox olmadı. Deməli, F1 daha çoxdur. F1-də çünki impulsun dəyişməsi çoxdur axı birinci hissədə. 2 ilə 3 isə bir-birlərinə bərabərdirlər. Niyə? Baxın, əgər bu T oxunu götürüb bura köçürsəniz və bucağın tangensinə baxsanız, bu sizə tangens alfanı verir axı. Bax, 2 ilə 3-də tangens alfa eynidir. Ona görə 2 ilə 3 bir-birinə bərabərdir. Yəni, onların dəyişmələri eyni olacaq. Həmin nöqtələrdə dəyişmələr eyni olacaq. F1 böyükdür, 2 ilə 3 də bir-birinə bərabərdir. N güclü S. Aha. N vur T böl S. S böl T bizə V-ni verir. N-i V-yə bölsəm nə alaram? F alaram. Qüvvəni verəcək bu bizə. Bu düstur hardan gəlir? N bərabər A böl T. O da bərabər Fs böl T. S böl T-nin yerinə V yazırsan olur Fv. Bax belə. N bərabər Fv. Dartı qüvvəsi vurulsun sürət bərabər olacaq gücə. Ağırlıq qüvvəsinin işi. Əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabər olur. Yəni, mg H1 minus H2. Digər tərəfdən də işin düsturu Fs-dir. Ona görə ölçü lenti və qüvvə bizim işimizi görər, dinamometr. 1-3 B variantı. Yalnız sabit sürtünmə qüvvəsinin təsiri ilə düz xətlə hərəkət edən cismin kinetik enerjisinin sürtünmə qüvvəsinin işindən asılılıq qrafiki hansıdır? Deməli, görülən iş kinetik enerjinin dəyişməsinə bərabər olur. Yalnız sabit sürtünmə qüvvəsi təsir edən hərəkət yavaşlayan hərəkət olur. Sürtünmə qüvvəsi cismə yavaşlayan hərəkət verir. Yəni, get-gedə cismin sürəti azalır, impulsu və kinetik enerjisi də azalır. Ona görə doğru cavab Y variantı. X oxu boyunca hərəkət edən iki cismin sürət zaman tənliklərinə əsasən Elerven diaqramında uyğun ifadələri müəyyən edin. Aha. Birincisi, gördüyünüz kimi başlanğıc sürəti müsbətdir proyeksiyası, təcrin proyeksiyası mənfidir. Yavaşlayan hərəkət eləyəcək. İkincisində sürətin proyeksiyası mənfi, təcrinin proyeksiyası müsbətdir və yenə yavaşlayan hərəkət eləyəcək. Neçə saniyə sonra dayanacaqlar? Birdən baxaq, son sürəti 0 olsun. 20 minus 5D bərabər 0. Buradan T-ni tapacaq ki, 4. Həmçinin mənfi 20 üstə gəl 5D bərabər 0. Buradan da T-ni tapacaq, yenə də 4 eləyəcək. Yəni, ilk 4 saniyə ərzində cisimlər bərabər yavaşlayan hərəkət eləyirlər. Təsir edən əvəzləyici qüvvə X oxu istiqamətində yönəlir. Bu o deməkdir ki, təcrinin proyeksiyası müsbət olsun. Deyib buradadır. X oxun əksi istiqamətində yönəlir. Əvəzləyici qüvvənin proyeksiyası mənfidir. Deməli, təcrinin proyeksiyası mənfidir. Ona görə bu da, bax, mənfi 5-dir təcrini proyeksiyası. Cismin sürəti hər saniyədə 5 metr böl saniyə qədər dəyişir. Bu təcildir də, yəni təcili 5 olsun. 5-5 dəyişsin, 5-5 artsın ya da 5-5 azalsın. Çünki təcil sürətin zamana görə dəyişməsidir. Yəni, sənin sürətin neçə-neçə artır ya da ki, neçə-neçə azalır hər saniyədə. Ona görə bunu ortaya yazacağım. Çünki bunda təcilinin qiyməti 5-dir. Bunda təcilinin qiyməti 5-dir. Hər ikisində, yəni, dəyişmə 5-dir. Doğru cavab olacaq A variantı. Ağırlıq qüvvəsinin gördüyü iş müsbət olduqda cismin potensial enerjisi. Ağırlıq qüvvəsinin gördüyü iş nə zaman müsbət olur? Bax, cisim aşağı düşürsə və mg də onsuz da aşağıdır, onda ağırlıq qüvvəsinin gördüyü iş müsbət olur. Axı, hərəkət yeyinləşən olur, iş müsbət olur. Amma cisim aşağı düşür axı, ona görə get-gedə potensial enerjisi azalır. Mənfi olduqda isə əksinə. Bu deməkdir ki, cisim yuxarı hərəkət eləyir, mg aşağıdır və aradakı bucaq kordur, iş mənfidir. Yavaşlayan hərəkətdə iş mənfidir, amma get-gedə hündürə qalxır deyə potensial enerjisi artır. Yerdəyişmə vektoru ilə iti bucaq əmələ gətirən qüvvənin gördüyü iş müsbətdir. Niyə? A bərabər Fs kosinus alfadır. İti bucaqda bu müsbət olacaq, kosinus alfa. Əgər əmələ gətirən kor bucaqdırsa, onda iş mənfi olacaq. Yerdəyişmə vektoruna perpendikulyar olan qüvvənin gördüyü iş də 0-a bərabərdir. Niyə? Çünki kosinus 90 dərəcədə öz 0 qiymətini alır. Deməli, orta sürəti tapmaq üçün ümumi yolu ümumi zamana bölməliyik.
60 kilometr yol, bir də 240 kilometr yolumuz var. Bəs nə qədər zamanımız var? 1 saat, bir də 3 saat. Və son. 300-ü böləcəyik 4-ə. Bu da olur 75 kilometr böl saat. Çevirmədim çünki istəmişim. X oxu boyunca hərəkət edən 4 kiloqram kütləli cismin koordinat tənliyi verilib. Bu cismin kinetik enerjisini tapın. X bərabər x0 üstəgəl vxt. Bərabər sürətli hərəkətdir. Görürsünüz, burada təcil yoxdur. Sürətin də qiyməti 5-dir. Kinetik enerjini tapmaq üçün istifadə edirik. mv kvadratı böl 2 düsturundan. Və m4-dür, sürət 5-dir. O da olacaq 2 vurulsun 25, alacağıq 50 joule. Kinetik enerjinin dəyişməsi desəydi, cavab 0 olardı. Hansı ifadələr doğrudur? Mail müstəvi səth üzrə sabit sürətlə sürüşən. Sabit sürətlə sürüşür. Deməli, V konstantdır. Cismin yer səthinə çatana qədər. Potensial enerjisi. Y potensial mgh-dır. Hündürlük azaldığına görə potensial enerji azalır. Kinetik enerji. YK bərabər mv kvadratı böl 2-dir. Şərtdə yazıb sabit sürətlə hərəkət edir. Ona görə kinetik enerji dəyişməz. V konstantdır. Tam enerji. Tam enerji, tam mexaniki enerji nədir? Cismin kinetik və potensial enerjilərinin cəmidir. Fikir ver, kinetik enerji sabit qalır, potensial enerji azalır. Onda tam enerji nə edir? O da azalır. Belə. Sürtünmə var imiş də burada. Yəni, yoxsa niyə sabit sürətlə düşsün ki? Burada deməli sürtünmə qüvvəsi də var. Ona görə sabit sürətlə düşür. MG-nin 2 dənə proyeksiyası var. MG burada kosinus alfadır. Digəri isə MG sinus alfadır. Əslində bu MG sinus alfa ilə sürtünmə olmasa təcilli düşməlidir. A bərabər J sinus alfa təcili ilə düşməlidir. Amma sabit sürətlə düşürsə, deməli sürtünmə nəzərə alınıb. Sürtünmə nəzərə alınsa da tam mexaniki enerji saxlanılır. Cisim sabit F qüvvəsinin təsiri ilə üfüqi səth üzrə düz xətli bərabər sürətlə hərəkət edir. Bax, bərabər sürətlə hərəkət edirsə, deməli V konstantdır. F əvəzləyici 0-dır, A da 0-dır. Təcil yoxdur. O da demək ki, dartı sürtünməyə bərabər olub. F dartı bərabər olub F sürtünmə. F qüvvəsinin işi bərabərdir. F vurulsun S. F konstantdır, onsuz da sabit qüvvə deyir. F-in də yerinə VT yazacağım, çünki bərabər sürətli hərəkət eləyir. Ona görə AT-dən xətti asılı olar. D variantı. Ağırlıq qüvvəsi üfüqi müstəvidə iş görmür, çünki hərəkətə perpendikulyardır. Fs kosinus alfa 90 dərəcə əmələ gətirir hərəkət istiqaməti ilə. Ona görə də iş görmür. Kosinus 90-da 0-dır. Yəni C variantı. Sürtünmə qüvvəsinin işi isə mənfi olur. A bərabər mənfi F sürtünmə vurulsun S. O da bərabər mənfi F sürtünmə. S-in də yerinə yenə VT yazacağıq, çünki bərabər sürətli hərəkətdir. F sürtünmə də sabit olacaq. Niyə? Çünki o da F-ə bərabərdir axı. Yəni F sürtünməyə bərabərdir. Onda AT-dən yenə xətt asılı olacaq. Amma ki, burada mənfi işarəsi var axı. Ona görə A variantı. Bax, bu şəkildə olacaq. Aha. Burada bir dənə tərpənən, bir dənə də tərpənməz blokumuz var. Ona görə də tərpənən blokda bilirik ki, ipin təcili yükün təcilindən 2 dəfə çox olur. Əgər mən bu cismin təcilinə desəm ki, 2A, onda bu cismin təcilinə A deməliyəm. Deməli, dayaq olmayanda, dayaq götürüləndə bu cisim düşür aşağı, bu cisim də qalxır yuxarı. Və hər ikisinin kütləsi eynidir. Ona görə ağırlıqları ikisində də 40 newtondur. Burada ipin gərilmə qüvvəsi var. Eyni ip olduğu üçün eyni gərilmə olur. Burada isə artıq, baxın, T. Ona görə olacaq burada 2T. Hərəkət tənliklərini yazaq hər ikisi üçün. Deməli, bu cisim üçün aşağı düşdüyünə görə 40-dan T-ni çıxıb MA-ya bərabərləşdirəcəyik. 40 minus T bərabərdir. Kütləsi 4, A-sı da 2A. Aha. Bu cisim isə yuxarı qalxır. Ona görə də yuxarı yönəlmiş qüvvəsindən aşağı yönəlmiş qüvvəsinə çıxacaq. Yəni 2T-dən 40-a çıxıb bərabər edəcək. Kütləsi 4-dür, təcili də A-dır. Belə. İndi biz yuxarını 2-yə vuraq. 42 vuranda 80 minus 2T bərabərdir. 4-ü 2 vuranda 8, 8-i də 2 vursam 16A. Aşağıda isə 2T minus 40 bərabər 4A yazıram və bunları tərəf-tərəfə toplayıram ki, bu T-lərdən azad olaq. Qalacaq 80 minus 40 bərabərdir 16, 4, cəmi 20A. A da bərabər olacaq, deməli 40 bölünsün 22-yə. Deməli, bax, bu cismin təcili 2 olacaq, bu birisi cismin təcili isə 4 olacaq. Və
necə hərəkət eləyəcək? Bərabər yeyinləşən hərəkət eləyəcək. Yəni orada ipin gərilmə qüvvəsi və ağırlıq qüvvəsi zaman keçdikcə dəyişmir. Əvəzləyici qüvvə konstant qalır, bərabər yeyinləşən hərəkət olur. Və sükunət halından başlayır da, yavaşlayan ola bilməz. 59. 15 kiloqram olan yükü tarazlıqda saxlayan F qüvvəsinin qiymətini hesablayın. Lingin çəkisi nəzərə alınmır. 15 kiloqram kütləli cismin ağırlığı mg-dən 150 newtona bərabər olar. Momentlər qaydasını tətbiq edək. Deməli, bunun qolu 2 damadır. Yəni 150 vurulsun 2 bərabər olacaq F vurulsun. F-in dayaqdan olan məsafəsi 1, 2, 3, 4, 5 damadır. Buradan da F-i tapırsan. 150 vur 2 böl 5. İxtisar getsə alınacaq 60 newton. Belə. Verilmiş kütləli cismin impulsiyonun modulunun zamandan asılılıq qrafikinə əsasən onun kinetik enerjisinin zamandan asılılıq qrafikini çəkmək lazımdır. Verilmiş kütləli deyir. YK-nın T-dən asılılığını çəkməliyik. Deməli, YK bərabərdir. P kvadratı bölünsün 2M-dir. İmpuls gördüyünüz kimi əvvəlcə artıb, yeyinləşən hərəkət olub, sonra isə bərabər sürətlə hərəkət olub, impuls qalıb konstant. İmpuls konstant olanda onda kinetik enerji də sabit olacaq. İmpuls zaman keçdikcə xətti artırsa, onda kinetik enerji mv kvadratı bölü 2-dən baxsaq, ya da p kvadratı bölü 2-dən baxsaq, əgər impuls zamandan xətti asılıdırsa, onda kinetik enerji zamandan kvadratik asılı olar. Çünki impulsun kvadratı ilə mütənasibdir. Bu şəkildə və sonra da sabit. Əgər impuls dəyişmirsə, sürət dəyişmirsə, onda kinetik enerji də dəyişməz. Qrafikimiz olacaq bu şəkildə. Deməli, 4-cü qrupun situasiyasına baxaq. Uzanmayan çəkisiz iplər vasitəsilə bloklardan asılmış iki cisim tarazlıqdadır. Yenə də kütlələri 4 kg-dır. Bir müddət sonra dayaq kənarlaşdırılır, cisimlər sərbəst buraxılır. Dayaq kənarlaşdırıldıqdan sonra M1 cisminin necə hərəkət etdiyini yazın. Bayaq da qeyd elədiyimiz kimi təcili tapdıq. A bərabər oldu 4-ə. 4 metr böl saniyə kvadratı təcillə. M1-i soruşur. A bərabər oldu 2-yə. 2 metr böl saniyə kvadratı təcillə bərabər yeyinləşən hərəkət edir. Dayaq kənarlaşdırıldıqdan sonra ilk 2 saniyə ərzində M1 cisminin getdiyi yolu hesablayın. Təcili varsa, sükunətdən başlayıb AT kvadratı bölü 2 ilə tapa bilərəm. Təcili 2-dir. Zamanda 2-dir. 4 2-yə. Bunlar gedir, 4 verir. 4 metr. Belə. Bu şəkildə. Bayaq da qeyd elədiyim kimi, yəni birinci qrupun situasiyasında da bu sual var idi. Bu cismin təcili 2A-dır, bu cismin təcili A-dır. Və bu cisim ipin gərilmə qüvvəsi burada T-dir, burada da T-dir, burada da T-dir. Burada düşür 2-dir. Hərəkət tənliklərini yazırıq. Birinci cisim üçün yazırıq. Birinci cisim yuxarı hərəkət edir, ikinci cisim aşağı hərəkət edir. Ona görə 2T-dən çıxırıq. Kütləsi nə qədər idi onun? 4 kg idi. 40 newton ağırlığı var. 2T-dən 40-a çıxıb bərabər edirik M1 vurulsun A-ya. Yəni 4A-ya. Digəri üçün isə 40-dan T-ni çıxıb bərabər edirik. Onun təcili 2A-dır. 4 vurulsun 2A-ya. Və buradan təcili tapırıq ki 2-dir. Dayaq kənarlaşdırıldıqdan sonra ilk 2 saniyə ərzində M2 cisminin kinetik enerjisinin zamandan asılılıq qrafikini çəkin. Deməli, kinetik enerji zamandan asılı olaraq get-gedə artacaq. Çünki yeyinləşən hərəkətdir. Bu şəkildə. İkinci saniyənin sonunda uyğun kinetik enerjinin qiymətini yazın. Deməli, ikinci saniyənin sonunda qiyməti istəyir. Qaydaq şəklə. Deməli, M2 kütləli cismin təcili 4-dür. M1 kütləli cismin təcili 2-dir. M2 kütləli cismin təcili amma 4-ə bərabərdir. A bərabər 4-dür. 2 saniyə sonra sürətini tapaq və bərabər AT-dən 10.00-da sükunətdən başlayıb 4 vurulsun 2 o da eləyəcək 8. Kinetik enerjidə M V kvadratı bölünsün 2-dir. M 4-dür. 8-in kvadratı bölü 2. 64 vur 2 o da eləyəcək 128. 128 joule. Deməli, bax belə bir qrafikdir. Bu şəkildə. Və 2 saniyə sonra qiyməti olacaq 128 joule. Bu da saniyə.